Sübhan, niyə boksa? Niyə judoya yox, güləşə yox? Bunun sualını mən də bilmirəm. Uşaq yaşlarından çox aktivdim, yəni sağa sola dalaşırdım. Keçən mövsüm çox çempionatlarda vuruşduq, zborlarda olduq və məşqçilərin məsləhətinə görə mən bu yarışa çıxmamam məsləhət gördüm. Hakü, söhbətlər, Azərbaycan boksunun istedadı, ən gənc dünya çempionu. Sıxılmırsan? Yox, biz bu dünya çempionu olmaq üçün çox əziyyət çəkmişəm. Yəni hər yatanda, hər məşqə gedəndə onun xəyalını qurmuşam. Amma çempionluq bizim üstümüzdə çox da təsir olmadı. İnşallah bizim bir məqsədimiz də var, Olimpiya qızılı. Ona görə də çox necə deyim, təsir olmadı da bu qələbə bizim üstümüzdə. Bu yaxınlarda Ağcabədəyə getmişdin və qohum-əqrabaya, keçmiş zala dəyməyə və dedilər ki, çoxlu yeniyetmə uşaqlar səni görəndən sonra idmana yazılmaq istəyirlər. Bəli, boks idman növü ilə məşğul olmaq istəyirlər. Nəinki qohum, məni tanımayan insanlar da boksa yazılmaq istəyir. Bu qələbəni görəndən sonra onlar da həvəslənir, boks məşqlərinə qoşulurlar. Kickboks idman növü ilə başlamışam bu idmana. Sonradan boksa keçdim, özümü boksda tapdım. Sonra da bu yerə də gəldik inşallah. Bilməm, soruşublar, soruşmayıblar. Hər halda boksda bir idol olmalıdır da. Kimdir sənin üçün bir nömrəli? Lomachenko. Niyə məhz o? Döyüşünü çox bəyənirəm. Lomachenko da həvəskar boksda 2 dəfə Olimpiya çempionu olub. İnşallah mən də olmaq istəyirəm, Allahın izni ilə. Böyle. Olimpiya çempionu olmaq üçün yeniyetmə Azərbaycanlı boksçuya nə lazımdır? Özün bilirsən də, indiyəcən heç bir Azərbaycanlı boksçu və yaxud da Azərbaycandan çıxış edən hansısa boksçu Olimpiya çempionu olmuyor. Nəticə qazanmaq üçün ən əsas rejimdir. Bu rejimdə də yuxu rejimi, istirahət, məşqə həvəslə gedib gəlmək, disiplin eləməkdir. Bunlar olandan sonra gecə tezi o qələbəni qazanır.